Müsahibimiz Xankəndi Futbol Klubunun futbolçusu Elşad Manatovdur. Elşad, təbrik edirəm. Önəmli qələbə qazandı komanda qış fasiləsindən sonra. Zəhmət olmasa oyunu şərh eləyərdim. Yəni iki fərqli hissə izlədik. Nədən belə oldu, onu deyərdim. Təbriklərə görə çox sağ olun. İlk hissədə daha çox arxada gözlədik rəqibi deyənə biraz çətinlik oldu bizdə. Amma ikinci hissənin başlayanda 1-0 arxada ola-ola ikinci hissənin hücumda daha çox aktivlik göstərdi deyənə, qabaqda sıxdıq rəqibi deyənə fürsətlər oldu və yararlandı fürsətlərdən. Qış fasiləsi yetərincə uzun keçmişdi. Yəni sırf bu oyuna köklənmişdiniz, yoxsa ümumiyyətlə çempionatın ikinci hissəsi? Yox, ümumiyyətcə qış fasiləsində daha çox komanda zborda oturduq, məşq keçdik. Düzdür, bu oyunun önəmi çox idi. Sadəcə marafon uzundur hələ. Amma bu oyunun marağı çox önəmli deyənə bütün hamı da bu oyunu gözləyirdi. Çox sevinirəm ki, bugünkü oyunda yaxşı qələbə qazandıq, yaxşı oyun oynayırıq. Aydındır. Son sualımı da verim. Hələ 3-cü mərhələdə olacaqdır. İnşallah komanda 6-lığa çıxdıqdan sonra, yəni Qaradağ Lütfatan da digər rəqiblərdən yenə görüşəcəksiniz. Səncə necə düşünürsən? Yəni o çempionatda hal-hazırda komanda eyni templə davam edə biləcək? Məncə çempionat başlayanda birinci, ikinci oyunlar çətin olur. Sonradan komanda öz yerini tapır, adaptasiya olur. Təzə uşaqlar da gəlib baxmayaraq ki, biraz çətinlik olur bu hansı momentlərdə. Bəli. Hansı momentlərdə dəyişiklik olur, amma məncə getdikcə bu daha elə bil öz yerinə düşəcək, həm də elə bil daha yaxşı təsir bağışlayacaq. Oldu, təşəkkür edirəm sənə də komandaya da uğurlar. Sağ ol.